bir şeyi nə qədər çox istədiyimizdən daha vacib olanı, istədiyimizdən nə qədər sadiq olduğumuzdur. Arzumuza sədaqətimizdir. Yəni, biz əgər həyatdan, kainatdan, yaradandan, Allahdan nə iləsə bağlı bir niyyət ediriksə, nə iləsə bağlı bizim bir istəyimiz varsa, bu bir iş ola bilər, bu bir partnyor ola bilər, bu bir maşın, ev və s. ola bilər, hər şey ola bilər. Biz bunu istəyirik və bu istək bizdə yarandığı zamanı həyat mütləq şəkildə bizə müxtəlif alternativlər təklif etməyə başlayır. Misal üçün, mən belə bir evə sahib olmaq istəyirəm, amma həyat mənim qarşıma daha fərqli evlər çıxartmağa başlayır. Bu zaman mənim nə istədiyimdən daha vacib, mənim istəyimə nə qədər sadiq olduğum ortaya çıxır. Çünki bir çox insan həmən o alternativlərdən birini seçir və üstündən bir müddət keçəndən sonra şikayət etməyə başlayır ki, axı mən belə istəməmişdim, mən belə olsun istəməmişdim, bu mənim istədiyim deyil. Halbuki başda o seçimi edərkən əslində daxilən bir yerlərdə bilir ki, bu tam olaraq mənim istədiyim deyil. Bu mənim istədiyimə bənzər bir alternativdir sadəcə olaraq. Və bu zaman başlayır bizim şikayətlərimiz, kəşkilərimiz və s. Məhz buna görə də bir şeyi nə qədər çox istədiyimizdən daha vacibi, istədiyimizdə nə qədər sədaqətli olduğumuzdur.